Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim ve bihi nesta'in. Sallallahu ala seyyidina Muhammedin ve alihi tahirin. Salamlayıram sizi, değerli tamaşaçılar. Xoş gördük. Ötən dəfə biz xanım Fatimə Zəhranın dəfn və kəfən olunması və qüsul olunması barədə şəhadətdən sonraki hadisələr barədə danışdıq və qeyd etdik. Bu dəfə həmin mövzunun davamını inşallah ki, nəzərinizə çatdıracağam ki, niyə məhz gecə dəfn olunmalı idi xanım? Nə düşünmüşdü xanım? Nə üçün istəyirdi ki, gecə dəfn olunsun? Qeyd etdik ki, xanım Fatimə Zəhraya həqiqətdə tarixin ən böyük zülmlərini araşdırsaq, yəni bu hadisə olduqca böyük bir zülm idi ki, Peyğəmbərin qızına olunmuşdu və imamət evinə olunmuşdu. Həmin ev ki, ora Cəbrail əleyhissalam nazil olurdu və təskinliyi Həzrəti Zəhraya Cəbrail əleyhissalam verirdi və ayələr nazil olurdu. Peyğəmbər gəlirdi, o evi ziyarət eləyirdi və vilayət evi idi o ev. O evə hücumlar olundu və evin qapısı yandırıldı. Xanım Fatimə Zəhra zərbə altında qapı arxasında qaldı və qapı arxasında onun bətnindəki möhsünü sikt oldu və körpə balalar bu hadisənin şahidi oldular. Yəni bu həqiqətən də qəbul olunmaz bir hadisədir ki, tarixdə baş vermişdi və hələ də indiki günə qədər bunun ağrı acısı insanlar arasında danışıldığı zaman hiss olunur. Və bu zülm həqiqətən də Peyğəmbər övladına olunan ən böyük zülmlərdən və başlanğıcı idi. Dəfələrlə bu sözü vurğulamışam və yenə də təkrar edirəm ki, böyük alimlərimiz qeyd edir ki, əgər o hadisə, o cəsarət baş verməsəydi Peyğəmbər ailəsinə qarşı, bəlkə davamında tarixdə olacaq bəzi zülmlər də baş verməzdi. Bu yüzden də xanım özünə qarşı olunan həmin o zülmlərin müqabilində imamətin tapdaq altında qalmasına görə, məhz Peyğəmbərin vəsiyyətinin tapdaq altında qalmasına görə özü şəxsən istəyir ki, gecə yarısında bilinmədən dəfn olunsun ki, həmin o şəxslər gəlib iştirak edə bilməsinlər. Bu tarixdə olmalı idi və tarixdə çatdırılmalı idi. İllər ötsə də sənəd üzərində çatdırılmalı idi insanlara və bilinməli idi ki, Peyğəmbər qızının qəlbi nə qədər narazı idi o şəxslərdən və nə qədər inci şəkildə Mədinə əhlinin arasından getdi. Bu bir nöqtə. Digər nöqtə budur ki, dəfnin sabahsı tarixə baxdığımız zaman hansı hadisələri müşahidə edirik, görürük ki, hansı hadisələr baş verir. Onda daha yəni bizə aydın olur ki, niyə xanım bu cür istədi, niyə bu cür vəsiyyət etdi? Məxsusən də qəbrinin gizli olması nə üçün idi, nəyə görə idi? Niyə qəbr məxfi saxlanılmalı idi? Baxın, ümumiyyətlə, əgər qəbrin aşkar olması lazım olsaydı, bildiyimiz kimi tarixə müraciət etsək, görəcəyik ki, Həzrət Əli əleyhissalamın qəbri özü də Nəcəf şəhərində illərlə məxfi qalıb. İmam Sadiqin dövrünə qədər məxfi qalır və İmam Sadiqin zamanında İmam Sadiqin vasitəsilə Həzrət Əli əleyhissalamın qəbri aşkarlanır və ziyarətgaha çevrilir. O vaxta qədər hətta İmam Əlinin özünün qəbri də məxfi qalmalı idi. Yəni bir hikməti var idi ki, düşmənlərin hansısa hücumlarına, hansısa hörmətsizliklərinə məruz qalmasın. Və o yüzden də məxfi qalmışdı. Amma onun aşkar olması lazım idi. Müəyyən həddə qədər yəni məxfi qalması lazım idi və İmam Sadiqin dövründə artıq onun qəbri aşkarlanır və şiələrin ziyarət mənbəsinə çevrilir və böyük bir ziyarətgaha çevrilir Nəcəf şəhərində. Həzrət xanım Fatimə Zəhranın qəbrinin də aşkar olması lazım olsaydı, elə ondan sonra yəni gələn şəxslər, imamlar vasitəsilə, İmam Sadiq, İmam Baqir, digər imamlar vasitəsilə aşkar olardı. Amma onun qəbri qeyd olunur ki, İmam Zamanın zühuruna dək aşkar olmayacaq və gizli surətdə qalmalıdır. Və bu özü də tarixdə böyük bir faciəni və böyük bir zülmü çatdırır insanlara. Niyyəsini araşdırdıqları zaman görürlər ki, həqiqətən də Peyğəmbər qızına çox böyük bir hörmətsizlik, çox böyük bir zülmlər oldu.
Və hətta Ərəbistanın özündə belə orada olan şəxslər və Vəhhabiyyət alimləri dəfələrlə çalışıblar ki, xanım Zəhranın yerini aşkar eləsinlər və bir dənə ziyarətgah düzəltsinlər, yəni bir dənə qəbr aşkar edib müəyyən etsinlər ki, bu yəni bilinsin ki, xanım Fatimə Zəhranın peyğəmbərin qızının qəbridir. Amma müştəhidlər tərəfindən ki, yəni heç cür qəbul olunmayıb, razılıq verilməyib buna və təzəkkür olunub, xatırladılıb ki, bu qeyri-mümkündür və olmaz bu işi görmək. O yüzden də heç bir razılıq olmadığı üçün məhz bu iş yarım qalıbdı. Bəs deməli, xanımın qəbrinin məxfi qalması özü bir dənə tarixdə zülmün, yəni pik nöqtəsinə çatdığını göstərməkdir və insanlara təbliğ üsuludur ki, bu cürdə olmalı idi. Yəni xanımın inciliyini, ona o evə olunan zülmlər bu şəkildə çatdırılmalı idi insanlara. Və dəfnin sabahısı nə baş verdi? Dəfnin sabahısı da hətta xanımın yəni dünyadan köçən cismini belə istəyirdilər ki, rahat buraxmasınlar. Qeyd olunur ki, həmin gecə ki, Həzrəti Zəhra dəfn olundu, o gecədə Həzrət Əli əleyhissalam 7 dənə müxtəlif məkanlarda, yaxın məsafələrdə qəbir qazdı və qəbri elə şəklə saldı ki, yəni orada kimisə dəfn olunduğu hiss olunsun. Və bəzi mənbələrdə də qeyd olunur ki, bundan fərqli olaraq 40 dənə qəbir qazdı, 40 dənə bir-birinə bənzər qəbirlər qazdı yan-yana ki, bilinməsin ki, xanım Fatimə Zəhranın qəbri hansıdır. Bir versiya 7 qəbirdir, bir versiya isə 40 qəbirdir. Bir çox yerlərdə 7 qəbir gəlibdir. Hər halda əsas mətləb budur ki, Həzrət Əli əleyhissalam bir neçə qəbir qazdı ki, xanımın, yəni qəbri məxfi qalsın, bilinməsin məhz hansı yerdə dəfn olunubdur. Və sabahsı Mədinə əhli oyandı, gördü ki, gecə ilə xanım Fatimə Zəhranın qəbrini qazıblar və dəfn ediblər. Və bu Mədinə əhli üçün məxsusən də bu zülmə baş qoyan kəslər ki var idi, xəlifələr və onların ətrafında olan şəxslər, onlar tərəfindən böyük bir, yəni utanc hissi idi ki, necə yəni biz peyğəmbərin qızı dəfn olunsun, biz ona namaz qılmayaq, bu artıq yəni yaxşı bilinməyəcək, yaxşı olmayacaq və biz bircə dənə peyğəmbərimizin qızına gərək özümüz namaz qılaq və özümüz onun dəfnində iştirak edək. Yəni bu qeyri-mümkündür ki, biz onda iştirak etməyək. O yüzden də üst tuturlar Bəqi qəbirstanlığına və Bəqi qəbirstanlığındakı qəbirləri açmaq qərarını verdikləri zaman, hansı ki istəyirlər ki, Mədinə əhli və bu şəxslər ki, bu zülmləri gətirmişdilər Həzrəti Zəhranın başına, istəyirlər ki, qəbirləri açıb xanımın cismini, yəni cənazəsini aşkar etsinlər. Bu zaman Həzrət Əli əleyhissalamın qulağına çatır və Həzrət Əli əleyhissalam öz qılıncını götürüb üst tutur Bəqiyə tərəf. Və Bəqiyə gəldiyi zaman orada xəlifələrlə üzləşir və qəbri açmaq əmrinin qarşısında bir neçə cümlə işlədir ki, mən öz haqqımdan keçdim ki, yəni xilafət haqqımdan keçdim ki, İslam ayaqda dursun və İslam aradan getməsin. Amma and olsun əlini yaradan Allaha ki, mən Fatimənin qəbrinə olunan zülmə göz yummaram. Yəni, hər kim qəbri açmağa üst tutsa, başım bədənindən ayıracam. Həzrət Əli əleyhissalamın sözləri təqribi bu olur və artıq yəni həmin o şəxslərin qarşısını alır və hər nə qədər ona iltimas da edirlər, hər nə qədər çalışırlar ki, yəni qəbri açmağa çalışsınlar və aşkar eləsinlər, ona namaz qılsınlar, bu Əli əleyhissalam tərəfindən icazə verilmir. O yüzden də onların bu yəni planı yarımçıq qalır və bu işi icra edə bilmirlər. Yəni Həzrət Əli əleyhissalam göz yumur, deyir ki, yəni bura qədər bəsdir, bura qədər ki zülm etmisiniz, bura qədər ki yəni işlər görmüsünüz. Mən müəyyən səbəblərdən, yəni İslamın yaşaması üçün peyğəmbərin vəsiyyətinə əsasən mən onlara göz yummuşam, səbr eləmişəm, amma bu yerdə artıq mən səbr eləməyəcəm. Yəni Fatimənin qəbri məsələsi mənim qırmızı xəttimdir və mən icazə verməyəcəm ki, onun qəbri açılsın. Çünki bu xanımın öz vəsiyyəti idi və vəsiyyətə də əməl etmək sözsüz ki, vacibdir. Və icazə verilmir və heç vaxt da müvəffəq olmurlar ki, onun qəbrini aşkar etsinlər. Bu yüzden də xanımın qəbri gizli qalır və bugünə qədər də gizlidir və qiyamətə qədər də mənbələrə əsasən gizli qalacaq. Və İmam Zaman yalnız gəldiyi zaman bu qəbir aşkarlanacaq insanlar üçün. Lakin ehtimal verilən məkanlar var. Ehtimal verilən məkanlar 3 məkandır. Yəni hətta Şiə alimləri özləri də
bu məsələlərdə ixtilaf nəzərə sahibdirlər. Çünki yeri və məkanı bəlli olmadığı üçün ehtimal verirlər ki, xanım 3 yerdən qeyri yerdə dəfn oluna bilməz. Birincisi Rovzətun Nəbi idi, yəni peyğəmbərin yanında və ikincisi Həzrət Fatimənin öz evidir və üçüncüsü də Bəqi qəbirstanlığı. Ona görə də böyük alimlərimiz sifariş edirlər ki, əgər haçansa həccə getməyə nail olduqsa, istər ümrə həcc, istər vacib həcc, getməyə nail olduqsa Mədinə şəhərini ziyarət edəndə çalışın xanımın ziyarətnaməsini bu 3 yerdə oxuyasınız. Çünki ehtimal verilir ki, bu 3 yerdən birindədir. Əgər istəyirsinizsə ziyarət edəsiniz, 3 yerdə, üçündə də Həzrət xanım Fatimə-i Zəhranın ziyarətnaməsini oxuyun inşallah. Allah inşallah ki, bizə həcc ziyarətini nəsib eləsin, Mədinə şəhərini ziyarət etməyi nəsib eləsin ki, biz də bu 3 məkanda həmin ziyarətnaməni oxumağa nail olaq inşallah. Hələlik sizi Allaha əmanət edirəm. Gələn günlərdə görüşmək ümidi ilə sağ olun, salamat qalın.